minnətdarlığım Allahadır. Minnətdarlığım kimin ki haqqı var mənim boynumda, kimin ki əziyyətləri var, hamısı minnətdaram. Allah hamısının ölənlərini rəhmət eləsin, balalarını xoşbaxt eləsin ki, bugünkü gündə insan kimi yaşıram, insan kimi duluram, pul axtarmıram, mal axtarmıram. Qardaşımın... Rəşad, neçə gündür gəlmişsən bura? 3 gün. Sən belə deyim də, bax, bugünkü gün həyatda qalan gözəl anavın canına ant verirəm. 2 gündə burada şiddət, döyülmə, agresiya görmüsən, kişi kimi düzün deyən. Vallahi deyirəm, Allahdan bizim ən üstünümüz Allahdır. Allah şahiddir ki, mən özüm Allah şahid çağırım olmaz, ancaq Allah hər şeyi görən Allahdır. Mən cəmiyyət üçün deyim, gedirəm harasa, otururam, yox, mən şükür Allah, indi qardaşlar da görür. Burada insanlar bir-birindən qurban olum, başıva dönür, nəsə yeməyə özü məcbur, kimsə məsələsini bir də görsən, hərə bir psixologiyası var da, biri yemək istəmir, o bursu 5 nəfər deyir, gedək yox, çörək ye. Burada nə şiddət, nə biddət, vallahi yoxdur da, mən durum nə yalandan deyim, yalandan durub burada deməklə gör, mən nə hörmətim artmayacaq, nə də ki, mənim cibimə nəsə gətirib qoyulmayacaq ki, sən bunu belə danışdın. Bizi Allah görür, ikincisi də ki, mənə kimi ayıq insan, belə deyək, mən biraz göz açıq insanım da, düzü narkotik edən vaxtı olub, biraz nə tez deyimsə, yatmış insan deyirlər narkotik edən insana, hər şeydən uzaq olur. Şükür Allah'a 3 gün ərzində mən hər şeylə maraqlanıram, bu belə olar, o ellər, hər insanların içində, burada hər sahədə var, alkoqolikdən əziyyət çəkən var, qumardan əziyyət çəkənlər var, narkotikdən əziyyət çəkən. İnsanlar şükür Allah, hamısı bir-birinə mehriban, dərslər gedir, psixoloji, hər bir sahədə ki, insan o həyata qayıtmaqda insanlıq deyirlər ona. İnsan kimi yaşamaq dərsləri keçirilir. Şükür Allah, mən də bir üçündür buradayam. Allahımıza min şükür olsun. 3 gün ərzində elə bilirəm bu kollektivlə bir bəlkə də 15 ildir mən bir yerdəyəm. Əşvər müəllim də buraya otursan rəhbəridir. 3 gün ərzində, bir gün ərzində 2 dəfə məni özümü çağırıb maraqlanır, Rəşad nəsə ehtiyacın, nəsə çətinliyin deyirəm, yox, sıxılmam deyirəm, yox. Vallahi deyirəm, heç sıxılmam yoxdur. Mənə lazımdır biraz psixoloji, əsas mənim başımda psixoloji problem var, onları inşallah mənə kollektiv köməklik eləsin, onu sağalım. Ondan sonra da Allahın köməkliyi.